Azərbaycan Milli Bilimlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Uluslararası İlişkilər və Geosiyasət bölümünün başqanı, siyasi elmlər doktoru Ramilə Dadaşova. Biz bu günləri Ürgənc Dövlət Pedaqoji Universitetinin təşkil etdiyi konferansda iştirak etməyimizdən çox məmnunluq duyduq. Mən Heydər Əliyevin, Ümumilli lider Heydər Əliyevin Türk Dövlətləri Birliyi haqqında, eləcə də Türksoy haqqında olan siyasi düşüncələri haqqında məruzə etdim. Özbək qardaşlarımızla dostluq qədim tarixə malikdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən Özbəkistanla Azərbaycanın arasında olan münasibətlər çox inkişaf etmişdir. Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı, birliyi. Azərbaycanla Özbəkistan arasında olan münasibətlər Türkiyə dövlətindən xaric, bütün digər dövlətlər olan münasibətlərdən fərqlidir. Bu dostluq, qardaşlıq, dili bir, kökü bir, tarixi bir olan, yəni dövlətlər arasında olan münasibətlərdir. Təşəkkür edirəm.